Salam. Bugün Dr. Red Pill'in YouTube kanalındaki bir videonun transkriptine əsaslanıb Rollo Tomasinin o məşhur 9 dəmir qaydası haqqında danışacağıq. Bu qaydalar çox müzakirə olunur. Kişi-qadın münasibətlərinə deyək ki, fərqli bir baxışdır. Bəli, bəzən hətta mübahisəli də deyə bilərik. Məqsədimiz də elə bu mənbədəki əsas fikirləri, münasibətlərdəki o güc dinamikaları, sevgi anlayışı, kişilər üçün önəmli sayılan prinsipləri sizə çatdırmaqdır. Amma onu da vurğulayaq ki, biz burada sadəcə məlumatı təqdim edirik. Yəni, hər hansı bir mövqeyi təsdiqləmirik və ya tənqid etmirik. Tamamilə. Sadəcə bir fikir təhlilidir. Elədir. Və 9 qaydanın hamısına baxmaq çox vaxt taparar, ona görə, necə deyim, əsas görünən bir neçəsinə fokuslanaq, məsələn, çərçivə. O çərçivə anlayışı, sonra kişi və qadın sevgisi arasındakı o iddia edilən fərqlər. Bəli, bir də öz dəyərini qorumaq məsələsi. Bunlar əslində bir-biri ilə çox bağlıdır. Elə isə başlayaq birinci qaydadan. Çərçivə hər şeydir. Mənbəyə görə bu, demək olar, münasibətin təməlidir. Bəs nədir bu çərçivə? Niyə bu qədər vacibdir? Mənbədə çərçivə kişinin münasibətdə qurduğu reallıq, qaydalar, ümumi bir istiqamət kimi təsvir edilir. Yəni, kişi öz dünyasını yaradır. Öz dünyasını. Bəli, öz dəyərləri, həyat tərzi ilə və qadın könüllü olaraq bu, necə deyim, reallığa daxil olur. Mənbəyə görə qadın təbiətən sabitlik, təhlükəsizlik axtarır və bu çərçivədə bunu təmin edir. Deməli, bu bir növ liderlik kimidir. Bənzəyir, amma güclə, zorla yox. Özünə inamla, sakit, davamlı şəkildə qurulmalıdır, deyilir. Maraqlıdır. Bəs çərçivəni itirmək, mənbədə o alfadan bettaya çevrilmə anlayışı var. Bu onunla bağlıdır, hə? Tam olaraq. Mənbə iddia edir ki, kişi o çərçivəni itirəndə, yəni idarə etməni buraxıb daha çox idarə olunan tərəfə çevriləndə alfadan bettaya keçid baş verir. Və bu problem yaradır. Bəli, mənbəyə görə bu qadının kişiyə hörmətini azalda bilər və nəticədə münasibət korlanır, hətta o shit test deyilən şeylər də bununla əlaqələndirilir. Shit test, yəni yoxlama kimi. Elədir. İddia olunur ki, qadınlar şuurlu ya şuursuz kişinin çərçivəsinin möhkəmliyini, sərhədlərini yoxlayır. Aydındır. Bu özünə inam çərçivə məsələsi bizi birbaşa 9-cu qaydaya gətirir. Öz dəyərini aşağı salma. Elə bil bunlar bir-birini tamamlayır. Əlaqə çox sıxdır, bəli. Qayda çox sadə səslənir. Özünü heç vaxt, hətta zarafatla belə aşağılama, dəyərsiz, zəif göstərmə. Məsələn, necə ifadələr? O kipik mənim kimi biri ilə olduğu üçün şanslıdır və ya özünü çox tənqid edən zarafatlar. Bunlardan qaçınmaq tövsiyə olunur. Niyə ki? Bəzən təvazökarlıq yaxşı deyilmi? Mənbə deyir ki, yox. Çünki iddiaya görə qadınlar təbiətən öz dəyərini bilən, güclü, özünə güvənən kişilərə cəlb olunur, özünü alçaltmaq isə cəlbediciliyi azaldır yəqin ki. Həm onu, həm də mənbəyə görə bu qadının seçiminə də hörmətsizlik kimi yozula bilər. Sanki deyirsən ki, sən dəyərsiz birini seçmisən. Çox maraqlı bir baxışdır. Deməli, kişinin özünə hörməti, çərçivəsi qadının ona hörmətini təyin edir. Və sevgi. Burada 6-cı qayda işə düşür, qadın sevgisi fərqlidir. Və bu çox kəskin bir iddiadır əslində. Bəli. Bu, yəqin ki, ən çox müzakirə olunan qaydalardan biridir. İddia odur ki, qadınların sevgisi kişilərin anladığı o idealist, şərtsiz sevgidən fərqlənir. Necə fərqlənir? Mənbə bunu daha çox faydaya, təhlükəsizliyə, kişinin təmin etdiyi dəyərə, status, qorunma, resurslar kimi şeylərə bağlı olan faydacı sevgi kimi təqdim edir. Yəni, hipergamiya anlayışı. Yəni, qadın ancaq fayda gördüyü kişini sevir. Bu çox sərt səslənir. Sərt səslənir, razıyam. Mənbənin iddiası budur ki, qadın kişini yalnız ona hörmət etdiyi halda həqiqətən sevə bilər. Əgər hörmət yoxdursa, sevgi də yoxdur. Bəli, mənbə belə deyir və hörmət də birbaşa kişinin çərçivəsinə, özünə dəyərinə bağlıdır. Deməli, hər şey yenə qayıdır o ilk qaydalara. Yeri gəlmişkən 7-ci qayda da var idi, qısa da olsa toxunaq. Keçmişə qayıtma. Bu da elə bil öz dəyərini bilməklə bağlıdır. Tamamilə. Qısa və konkret, problemlərlə bitmiş köhnə münasibəti canlandırmağa çalışma, enerjini yeni daha sağlam münasibətlərə yönəlt. Yəni, keçmişə ilişib qalma irəli bax. Düzdür. Bu həm də öz dəyərini qorumaqdır. Keçmiş səhvlərdə ilişib qalmamaqdır. Beləliklə, bugün Rollo Tomasinin qaydalarına dair mənbədən əldə etdiyimiz əsas fikirləri
yəni çərçivəni, rolunu, öz dəyərini qorumağın əhəmiyyətini və o fərqli sevgi anlayışı iddialarını müzakirə etdik. Bəli, əsas məqamlara toxunduq və sonda dinləyicilər üçün bir düşüncə. Bu mənbədəki fikirlər müasir dünyada münasibətlərin reallığı barədə nə deyir sizcə? Hə, bu qaydalar sizin şəxsi təcrübələrinizlə, müşahidələrinizlə üst-üstə düşürmü? Ya da gözləntilərinizlə? Bəli, bu haqda düşünməyə dəyər.